Qədimdən deyiblər ki, ədəbi mərd behz dövlət olsun. Ağay Xiyabani, mənim əziz türk dostum, o ki televizyonda getmisən bir darısanə girib əlvə, ağzını açıb gözlərini yummusan və elə də öcür danışırdın. Lütf elə, biraz yenə şaya bahəm gedək. Qədim bir zamanlar bir milçək qalxmışdı göyə. Demişdi bəs ki, ətrafında hər şey çiçilibdi. Amma nəhayətən bir dənə milçək də o göydə. Dadaşım, yenə şaya millət ilə bahəm get. Sən çox doğru ton geyəsən. Biz də bilirik sən Perspolisin tərəfdarısan. Demə mən rəngi dəyirəm, mən Team Milliyəm filanam. Sən, o ay misaqıdır. O dostların hamısı da bizə əzhərun minəşşəms olubdur ki, siz hamınız əlbir olmuşsunuz ki, Perspolisi qalxızasız üstə. Dadaş, qalxmayacaq üstə. Be xatiri inki, o adamlar ki dolandırırlar, ürzələri yoxdur. Sən də eləyənməsən hartpurt eləmana, hoçigərliqlə timi qalxısasan üstə, traktörü yendirəsən. Traktörü yendirənməsən dadaş. Traktör o qədər böyükdür ki, səninki kimin çiçik adamlar onu neyniyənməz, sildənməz. Get özünə bir ayrı fikirləş. Get oğul, get. Risanə get bəli və demə bə böyümüsən. Sən o milçəksən o göydə.